əziyyət çəkir və bundan nəsə tələb eləyir, nəfsinin istəmədiyini eləyir. Ondan sonra buyurur ki, və nəfsinin istədiyini də vermir ona. Yəni, ikinci zərbəndə nəfsə belə vurur. Həm istəmədiyini eləyir, həm istədiyini vermir. Yəni, mömin adamın əlaməti budur ki, daim, hər an özü ilə mübarizədədir. Özü ilə hər an mübarizədədir. Çox insanlar var ki, bizə müraciət edirlər, elə bilirlər, biz hər şeyi bilirik. Ki, məsələn, deyir ki, biz necə eləyək, inkişaf eləyək. Möminləri təbii ki, narahat eləyən məsələ budur ki, biz necə eləyək, mənəvi baxımdan inkişaf eləyək, biz necə eləyək, imanımız kamilləşsin, kamil imana sahib olaq. Bunu gəlirlər, bizə müraciət edib deyirlər. Mən fikir vermişəm, insanda bu psixoloji hal var. Çox vaxt adamlar rahat yol axtarır. Rahat yol axtarır. Bəli, məntiqli olar ki, insan desin ki, mən artıq enerji sərf eləmədən, mənasız zəhmət çəkmədən, mənasız əziyyət çəkmədən necə eləyim ki, yaxşı insan olum? Bu başa düşüləndir. Amma bəziləri var ki, istəyir heç zəhmət çəkməsin. Elə bilir ki, səndə bir sehirli çubuq var bu ruhanidə, kimdə. Onu nəsə deyəcək və bu düzələcək. Bu yolu axtarır çox adamlar. Heç zəhmət çəkmədən istəyir inkişaf eləsin. Məsələn, soruşur ki, necə eləyim, qeybət eləməyim? Valla, bəzi sözlərin cavabı budur ki, qeybət eləmə. Nə bilim, necə elə? Necə eləyim, qeybət eləməyim? Qeybət eləmə də, eləmə. Sadəcə qeybət eləmə, nə bilim, necə eləyəsən? Hər şeydə bəzən mürəkkəb həll yolları axtarırıq. Necə eləyim deyə yalan danışmayayım? Ağzımı bağla, yalan danışma. Yalan danışma. Yalan danışma, vəssalam. Necə eləyim deyəndə nə fəlsəfə açırsan? Düzdür, biz çalışırıq dolayı yollar, həll yolları tapaq, qeybətin qaynağı filandır. Amma bəzi hallar var ki, özüvə qadağan elə bunu danışmağı. Özüvə yaraşdırma. Söz gördün, cəmaatın müzakirəsinə gəlir, onun bunun eybindən danışmağa gəlir, orada saxla özü. Çünki çox xarab eləyir insanı, çox xarab eləyir. Nə qədər evlər yıxır bu qeybət? Nə qədər evlər yıxır, nə qədər mənəvi baxımdan insanlara zərbə vurur, ağla sığmaz dərəcədə böyük. Bəzən mən fikir verirəm ki, sualların arxasında bu dayanır ki, demək istəyir ki, nəfslə mübarizənin çətinliyi var, mənim xoşum gəlmir o çətinlikdən. Sanki sualında belə bir şey gizlənib ki, nəfslə mübarizə pisdir, mömindir ya özü. Nəfslə mübarizənin çətinliyi pis bir şeydir. Pis hesab eləyir adamlar çətinliyi, xüsusilə indiki zamanda. Cavanlarda təəssüf ki, mən həmişə gənclərimizi tərifləyirəm, bu baxımdan gənclərimizdə bir tənbəllik yaranıb. Sualından görünür ki, çətinlikdən acığı gəlir və istəyir ki, sən ona nəsə bir sehirli yol göstərəsən. Bu çox ciddi səhvdir. Neyiniyim, mən çətin olmasın, çox çətindir. Belə adam bu məntiqlə insan inkişaf eləyə bilməz. Neyiniyim ki, çətin olmasın, heç nə, buyur cənnətə. Dua elə Allah tez öldürsün, get cənnətə, orada çətinlik yoxdur. Bir dənə çətinlik olmayan yer cənnətdir. Orada heç bir çətinlik yoxdur. Hamı rahatdır. Çətinlikdən qorxursansa, deyən ay Allah, tez məni apar ora, çətinlik olmayan yerə. Onu da istəmirsən axı. Onu da istəmirsən. Deyirsən, qalım dünyada rahat olsun, həm də inkişaf eləyim. Bəzən sualın özündə bir etiraz var. Yəni, niyə bu çətinlik var bu dində? Hərçənd ki, din, həmişə mən demişəm, həyat çətindir. Dinin çətinliyi həyatın çətinliyini azaltmaq üçündür. Həyatı asanlaşdırmaq üçündür. Bəzi suallarımızdan bu çıxır ki, biz bu yolun çətinliyini istəmirik. Bax, bu məntiqdən azad olmalıyıq. Allaha doğru gedən yol, qardaş, budur. Bunun çətinliyi var. Sən istəklərinin bəzisi ilə mübarizə aparmalısan. Hər gün axşam yatanda, hər gün, mən özümlə bunu danışıram, sizə də tövsiyə edirəm. Hər gün axşam yatanda özünüzə sual verin hər biriniz ki, bugün mən hansı istəklərlə mübarizə apardım? Hansı istəklərlə mübarizə apardım? Bu, həlledici suallardan biridir. Harada oldu gün ərzində, yadda saxlayın. Dedi içimdə nəsə ki, mən bunu istəyirəm, dedim ki, nahaq yerə istəmə.
Harda oldu? Onu oturun qeyd edin. Günün hansı hissəsində mən içimdə bir səs vardı, deyirdi, ver mənə, mən istəyirəm, sən də dedin ona ki, nahaq yerə istəyirsən, zəhmət çək istəmə, sakit otur yerində. Bunu haçan dedin özvə. Biz bunun əvəzində bir söz nə edirik? Biz özümüzü hesaba çəkəndə bir söz nə edirik? Bizim əsas səhvimiz nədir? Biz yaxşılıqlarımızı sayırıq. Deyirik, filan yaxşı işi gördüm, filan yaxşı işi, məndə filan yaxşı xüsusiyyət var. Bu səhv yanaşmadır. Bir söz niyə görə? Ümumiyyətlə bunu deyim də, insan mübarizə apardığı qədər yaxşı insandır. Nə qədər özündən mübarizə aparsan, bir o qədər yaxşı adamsan. Sənin yaxşılıqların sayırsan, filan yaxşılıqlar var məndə. Və özümüzdən razı oluruq ki, məndə var da, bu filan yaxşılıqlar var. Amma araşdıranda görürsən ki, bax buna qulaq asın, sizdə olan, məndə olan, hər birimizdə olan yaxşılıqların hamısı irsidir. İrsi, ata-anadan keçib bizə. Ata-anadan, tərbiyədən almışıq bunu. Bunlar sayılmır, bilirsiniz, sayılmır. O siyahını düzəltməklə deyil. Ata-anadan keçən yaxşılıqlar sənin ayağına yazılmır. Sən nə qədər yaxşı adamsan, nə qədər ki mübarizə aparırsan özündən, o qədər yaxşı adamsan. Ailə hamı təvazökar adamlardır, bu övlad da təvazökardır. Cəmaat da baxır, deyir, maşallah təvazökar oğlandır. Bu təvazökar oğlan anasından, atasından irs alıb bu xüsusiyyəti. Zəhmət çəkməyib bu xüsusiyyət üçün. Bunun onda yaranması üçün. Sən təvazökar olmaq üçün zəhmət çəkmirsən, təkəbbürlə mübarizə aparmısan, xeyr. Bu sayılmır. Demirəm, heç sayılmır, az sayılır. Az bal verirlər ona, çox az. Bəzi adam var, həyalıdır, söz deyirsən, üzü qızarır. Biri var, bu həyalı olmaq üçün mübarizə apar, biri var, valideyndən, ailədən gəlib bunun həyası. O həya sayılmır. Onu öz ayağıma yazma ki, məndə bu yaxşılıq var. Öz ayağıma yazma. Bu hesab olunmur, bu sayılmır. Sən deyirsən, nə gözəl insandır. Göylərdə hər bizim gözəl insan dediyimizdə gözəl baxmırlar. Göylərdə dəqiq hesab kitab var. Göylərdə başqa cür baxırlar. Deyirlər, bunda olan bu gözəlliklər özü qazanıb, özünə yox deməklə, nəfsi ilə mübarizə aparmaqla, yoxsa ata-anasından irs alıb. Əziyyət çəkməyibsə, qiyməti yoxdur. Mən sizə bir daha xatırladıram. Bizdə, biz insanlarda özümüzdən aslı olmayan yaxşılıqlar var və özümüzdən aslı olmayan çatışmazlıqlar var, nöqsanlar var. Müəyyən yaşda yeniyetməlik yaşında, cavanlar ki yeniyetmədir, o yaşda başlamalıdır özünü araşdırmağa, yaxşılıqlarını qorumağa başlamalıdır və çatışmazlıqlarını aradan aparmaq üçün mübarizəyə başlamalıdır. İnsanda iman, məhəbbət, əhl-i-beyt eşqi, bunlar hamısı yaxşıdır, amma mübarizənin yerini heç nə doldurmur. Mübarizə mübarizədir. Bu mərhələni keçməlisən, axıra qədər getməlisən. Hərdən biz imanımızdan çox şey gözləyirik, yersiz gözləntilərimiz olur imanımızdan. İmanınızı çox yükləməyin, hər şeyi imanın üzərinə yükləməyin. Deyir ki, mən mömin olsaydım, oturub gözündə anlayır. Mən mömin olsaydım, günah həvəsinə düşməzdim. Bu nə sözdür? Harada yazılıb bu söz? Əzizim, sən möminsən və günah həvəsinə düşməlisən və düşməyin də problem deyil günah həvəsinə. Problem kimi görmə bunu. Mübarizə apar ki, inkişaf eləyəsən. Bunu rahatlıqla, keyflə qəbul elə. Deyən, hə, bu həyatın qaydasıdır. Bu həyatın qaydasıdır. Yox, mən imansızam, yoxsa mən günah eləməzdim. Yox, sənin imanın var, sən möminsən, amma indi büdrədin, günah elədin. Bəzi təvazökarlıqlar var ki, bizə şeytan təlqin eləyir. Şeytan deyir, sən bədbəxtsən, sən biçarəsən. Biz elə bilirik ki, bu təvazökar haldır. İnsanlara başa salmaq lazımdır gənclərimizə ki, yox, sən o qədər imansız adam deyilsən, sən o qədər bədbəxt adam deyilsən, sənin bir neçə pisliyin var, onları düzəld. Onlarla mübarizə apar. Sənin imanın var, bir qədər mübarizə lazımdır. Hər gün axşam dinən ki, mən neçə saat özümlə mübarizə apardım.
O saatlar sənin qazancındır. Gündən qazancın yaxşı işlərin deyil. Mən demirəm ki, mübarizəsiz elədiyiniz yaxşı işləri görməyin. Onlar öz yerində, onları da görün, onlar da yaxşılıqları hər halda elədikcə daha da inkişaf eləyir. Bu yaxşıdır. Amma əsas qazancın gündən neçə saat özvə yox dedin. Hansı yaxşılığı özvə yox demək bahasına elədin? Bu sənin gün ərzində qazancındır. Deyirlər ki, bəli, indi mübarizədə iman da adama kömək eləməlidir də. İman kömək eləmirsə deməli yoxdur. Bəli, iman adama kömək eləməlidir. Amma az imanla da bunu eləmək olur. Bir qədər diqqət istəyir. Yadınızdadır, Ramazan ayında din barədə danışanda birbaşa dini mətnlərdən yox, nizam-intizamdan başlamalıyıq. Deyir ki, insan nizamlı olmalıdır. Bu dinə gələn yoldur. Çünki nizamlı insan özünə yox deməyi bacaran insandır. Nədən başlayaq? Əvvəl bacardığımız işlərdən başlayaq. O şeylər ki, bizə ona yox demək nisbətən asandır, heç ola bilər günah da deyil. Məsələn, deyirəm də, həmişə bunu keçmişdə misal çəkmişəm. Günah bir iş deyil, oturmuşsan, məsələn, nəyəsə baxırsan, bir yerdə asandır da ondan qopmaq. Deyirəm ki, indi baxmayacam buna, söndür, başqa işlə məşğul. Görürsən ki, bir balaca istəyim var və çətin deyil mübarizə aparmaq, o asan mübarizədən başla. Nəfsün nəsə istəyir, ona yox deməyi öyrəşdir özüvə. Buna fokuslan, bunun üzərində köklən. Bunu bir müddət eləyəndən sonra yavaş-yavaş pisliklərinlə mübarizə aparacaqsan, sonra gələcəksən, başlayacaqsan bəzi yaxşılıqlarınla mübarizə aparmağa. Çünki insan bəzən yaxşılıqlarına görə cəhənnəmə gedir. Keçən dəfələrdə çox demişik bu söhbəti ki, bəzən bir yaxşılığa yox deməlisən başqa yaxşılıq üçün. Bu da mübarizənin bir növüdür. Bəzən sən lazım olanı yox, ürəyin istəyən yaxşılığı seçirsən. Bu incə məqamdır. Ürəyin istəyən yaxşılığı seçirsən, onu eləyirsən, amma lazım olan qalır bir kənarda. Mən güləşçi olmaq istəyirəm, misal üçün. Mən yox, indi cavan uşaqlar. Güləşçi olmaq istəyirəm, güləşmək istəyirəm. Gətirin, güləş haqqında nə qədər kitab var, mən oxuyum onları. Sən bir ildə oturub kitab oxusun, sən güləşçi olmayacaqsan. Mənə deyin görüm, güləşçi olmaq üçün neynəmək lazımdır? Biri hey danışır buna, bu da oturur qulaq asır. Deyərlər adama ki, çıx bir döşəyin üstünə, bir nəfərlə bir güləş. Ringə çıx da, məsələn, biri sənə zərbə vursun, birinə sən vur, yavaş-yavaş görürsən ki, bu prosesdə insanın içində olan o istedadlar üzə çıxır. Zərbə yi, zərbə vur. Demək ki, mən istəməli deyiləm bunu. İstəməlisən, pis şey də adam istəyə bilər. İnsanın nəfsində bu pis şeylərə də istək var. İstəməlisən və yox deməlisən. Bir dəfə büdürəyərsən, bir dəfə axsıyarsan, bir dəfə qalxarsan. Amma bu prosesi davamlı apar irəli. Bir yerə gəlib çatırsan ki, görürsən ki, pisliklərdən təmizlənmirsən. İndi yaxşılıqlarla mübarizə aparsan, Əbəlfəz ağa da olsun, İmam Hüseynə su aparmaq istəyin, bir görsən Allah onu vurur, deyir ki, razı ol. Apara bilmədin suyu, razı ol. Yox, mən bunu eləməliydin. Razı olmalısan. Həzrət Əbəlfəz də olsun. Həzrət İbrahim də olsan, övladının sevgisi yaxşı bir şeydir, o ilə mübarizə aparmalısan. Pis bir şey deyil. İnsanı ilk olaraq ailə formalaşdırır, ata-ana formalaşdırır. Ata-ananın rəftarı övladındadır. Övlad ya atasıdır, ya anasıdır. Baxma, özünü başqa cür göstərir. Övlad ya atasıdır, ya anasıdır, ya onların rəftarı övladı formalaşdırır. Amma bəzi uşaqlar var ki, məsələn, görmüşəm belə, deyir, mənə xarab elədilər də, düzgün tərbiyə vermədilər mənə. Yaxşı, başa düşdükdə səni xarab elədilər, amma bu tənbəl adamların sözüdür. Sən nə qədər yaşayırsan, sənin şansın var. Ata-ananın tərbiyəsi ilə formalaşdırılan xüsusiyyətlərdən azad olmağa. Sən buna şansın var. Özü çox şansın var.
tərbiyənin qəlbindən, ictimai mühitin qəlbindən çıxmaq istəyən insan özü ilə mübarizə aparmalıdır, başqalaşmalıdır. Mən həmişə dostlarla oturanda bunu deyirəm, siz də bəlkə təsdiq edirsiniz. Mən bu yaşa qədər demək olar ki, dəyişən insan görməmişəm. Mən bəzi insanlar görmüşəm, hansısa işləri eləyirlər, indi eləmirlər. Amma kökdən dəyişən adamla danışıram. Görürsən, bu yaxşı adam idi, dinə də gəlib, elə həmin yaxşılıqları qalıb, həmin pisliklər də qalıb. İndi məsələn, ağzında özü istəyəm, söyərdi, indi söymür, məsələn, filan, hansısa hərəkətlərində dəyişiklik var, amma xislətində dəyişiklik eləyən adam, mən şəxsən, yəni, tanıdığım adamların içində demək olar ki, rastlaşmamışam. Mən görməmişəm belə adam. Hey, adamlar ailəni qınıyır, hey, mühiti qınıyır. 90% adamlar belədir. Deyir, indi çətindir də, çətindir. Bilirik, çətindir. Amma gərək insan meydana girsin. Özünə bir proqram tərtib elə, bu işlərlə məşğul ol, özünə yox deməyi bacar, özündən mübarizə apar. Və bu bir cəmiyyətdə mədəniyyətə çevrilməlidir. Gənclərin həyat tərzinə çevrilməlidir, özü ilə mübarizə. Cəmiyyətdə yayılmalıdır. Biz isə hey danışırıq. Danışırıq, cəmaatı yoruruq. Mən hiss edirəm ki, çox mübarizə olmayan yerdə danışıq, din haqqında danışmaq yorucu olub artıq. Bunu məndən yaxşı hiss eləyə bilməz. Çünki ona görə ki, mən danışıram özümü o mənada. Dindarlarda bu çox danışıb, çox ağıl qoymaq xüsusiyyəti yaranıb. Arxasında heç bir mübarizə yoxdur, özü ilə mübarizə və bunun mənfi nəticələrini görürük. İnsanlar artıq qulaq asmaq istəmir, sözlər standartlaşır, bir-birini təkrarlayır, hamı yaxşı danışır, yaxşı sözlər deyir, amma yorucu bir vəziyyət yaranır. Bir cəmiyyətdəki yaxşılar ancaq iki səbəbdən yaxşıdır. Bir, ata-anadan irs alıblar, iki, qorxaqlıqdan. O cəmiyyət yaxşı vəziyyətdə deyil. Cəmiyyətin yaxşı adamlarına bax. Yaxşılıqların hamısı irsidirsə adamların, valideynlərindən gəlibsə heç. Ya da qorxudan, necə olur? Qorxudan adam yaxşı ola bilir. Məktəbdə görmüşük, bəzi uşaqlar var, hər şey riayət edir ki, birdən müəllim məni cəzalandırar. Qorxaq uşaqlardır, yaxşı özlərini aparırlar, qorxudan. Pis iş görmək şücaəti yoxdur. Cürəti yoxdur. Belə insanlar var. Bəziləri güclüdürlər deyə yaxşıdırlar. Bəziləri zəifdirlər deyə yaxşıdırlar. Əslində yaxşı deyir, onlar görüntüdə yaxşıdırlar, yaxşı görünürlər. Qiyamətdə təftiş eləyəcəklər. Qiyamət gün deyirləri mizan. Mizan nədir? Deyirləri tərəzi var. Tərəzi nədir? Tərəzinin iki gözü var, bir tərəfə daş qoyacaqlar, bir tərəfə məsələn meyvə kimi bizim yaxşılıqlarımızı tökəcəklər. Qiyamət mizanı nədir? Tərəzisi nədir? Odur ki, deyəcəklər, gətir görə bura, gətir görə yaxşılıqları qoy bura. Yaxşılıqları tərəziyə qoyanda ağırlıq nədədir? Bu yaxşılığı əldə eləmək üçün çəkdiyin əziyyət var ha. O əziyyət tərəzinin ağırlığıdır. Əziyyət yoxdursa, heç də qalacaq havada. Mən nizamlı adamam. Niyə nizamlısan? İki səbəbdən nizamlı olur. Biri ona görə nizamlıdır, işə vaxtında gedirəm, gecikmirəm. Çünki işdə qayda qoyublar ki, gecikənin maşından çıxacaqlar. Bu heç. Bu şəxsiyyət göstəricisidir. Bir başqası var, mən nizamlıyam, niyə? Çünki özümü hörmət edirəm. İşə vaxtında gedirəm, çünki şəxsiyyətimə sığışdırmıram. İki dənə adam eyni işi görür, birinin əməli əməldir, birinin əməli heç. Qiyamətin ki, dillərə sorğu-sualı, qiyamət sorğu-sualı belə olacaq. Yerlə göy fərqi var iki dənə yaxşılığın. Qiyamət belə sorğu-sualı olacaq. Mən sizə deyim, bilərsiniz yəqin ki, adamların çoxu bilirsiniz ki, qorxudan oğurluq eləmir. Ürəyi yoxdur oğurluq eləməyə. Bəzi rayonlarda elə ciyəri yoxdur qorxuluq eləməyə. Oğurluq eləməyə. Qorxur. Yoxsa ki, fironluq eləyərdi. İmam Rıza əleyhissalam da hədis var, buyurur ki, bəzi adamların yaxşılıqları onların zəifliyindəndir. Zəifliyindən.
Bir cəmiyyət ki, özü ilə mübarizə aparmır, o cəmiyyət yaxşı vəziyyətdə deyil. Çox qorxulu vəziyyətdədir. Bir dənə hədis oxuyum sizin üçün. Çox danışmayayım, hədis nurani eləsin məclisimizi. Meyrac hədisidir. Meyrac hədisi. Peyğəmbər meyracda olanda bunu Allah Peyğəmbərə deyib. Buyurur ki, yəmutun nas mərrətən. Cəmaat bir dəfə ölür. Bir dəfə ölür də canını tapşırır, ölür. Və yəmutu əhaduhum fi kulli yevmin 70 mərrə. Onların içində bəziləri var ki, bir gündə 70 dəfə ölür. Sonra izah edir necə? O qədər mübarizə əhlidir ki, nəfsi ilə. Gündə 70 dəfə nəfsini öldürür. Allah belələrini bəyənir. Belə adamlar özlərinə və başqalarına nicat verəcəklər. Yoxsa ki, danış, ayə, hədis. İnanın bezdirmiş cəmaatı. Arxasında çünki o özü ilə mübarizəni insanlar görmür. Gəlir ki, hacı mənə yol dinən görün. Danışdırırsan, görsən bu mübarizəsiz yol axtarır ki, Allaha mübarizəsiz yaxınlaşsın. Zəhmətsiz. Bir də keçən xütbədə toxunduğum bir məsələyə toxunum, bitirim. İkinci xütbədə elə həmin keçən dəfə dediyim həyat və ölüm mövzusunda olacaq. Keçən xütbədə toxunduğum bir mövzuya təkrar toxunmaq istəyirəm, çünki hiss edirəm ki, buna yenidən toxunmaq lazımdır. Sual. Bir insan hər gün hey özü ilə mübarizə aparır. Hey özünə yox deyir, yox deyir, yox deyir. Bu insan yorulmaz, insan pərişan olmaz, insanın içində düyün yaranmaz, hər nə istəyinə yox deyir, istəklərinə yox deyir. Yəni, insan hey nəsə istəyir, öz istəyinə yox deyir, istədiyini vermir özünə. İçdə düyünlənir, başqa yerdə partlayır çıxır. Görmüşsünüz belə adamlar? Mən görmüşəm. Yox deyir, yox deyir, yox deyir, yox deyir. Düyünlənir bir yerdə. Bir başqa yerdən elə partlayır ki, kəş burada özünə yox deməzdi. Böyle başını bıraxsa ondan yaxşıydı. Bunun partlayışı qorxulu olur. Dindarların içində belə adamlar var, təəssüf ki, biraz da çoxalırlar. Belə adamlar mən görürəm var. Bəzi adamlar var dindarların içində ki, bəzi günahları sevirlər. Amma dindar fəzadadır da düşüb, işə düşüb, gəlib, nə tərsə gəlib yolu kəsişib olub dindar. Düşüb bu mühitə. Günah istəyi var, qəlbindən o günah istəyini çıxartmır. Sadəcə fəzaya görə günah eləmir, düyünlənir, içində qalır. Birdən görmüşəm, elə partlayış baş verir ki, qoyur dini çıxır gedir. O yığılan qalan bütün o neçə dəfə ki yox demişdi, onu birdən-birə partladır. Bütün mübarizəsini xarab eləyir. Mən fikir vermişəm, bax buna da diqqət eləyin, təsdiqlərsiniz yəqin ki məni. İnancılı insan, özümüzü tənqid eləməliyik hərdən ki, düzələk. Və başqaları onsuz da deyirlər, qoy özümüz deyirlər. Deyək ki, biz elə özümüz də deyirik. Dindarların içində, inancılı insanlar içində aqressiv bir dəstə formalaşıb. Aqressiv bir dəstə. Bunlar əsəbidirlər, mən fikir vermişəm. Əsəbidirlər. Özünə yox deyirlər nədəsə, özlərini məhrum edirlər, amma əsəb içindədirlər. Allah qurban olduğumda fikir vermişəm, hər neçə müddətdən bir dənə ictimai imtahan göndərir. Necə dəqiqliklə bunu diqqət eləyin, imtahan göndərir, bu qəzəbini orada tökür. Sosial şəbəkələrə baxın, adam dindar adına utanır hərdən. Özdə hamı da haqq davası aparır o formada. Qəzəb ki, yığılıb qalıb içində özünə yox deməyin qəzəbi dolub içinə. İndi biri nəsə ayağın səhv atıb. Bütün o içindəki qəzəb vardı ya. Nəfsi ilə mübarizənin qəzəbi vardı bunda. Onu tökür o bir nəfərin üstünə, 5 nəfərin üstünə. Özü üstündə yaxşı əsaslandırır. Deyir, mən dinə görə eləyirəm bunu. Dinə görə eləyirəm.
Ola bilər, hətta doğrudan da birinin səhv işini tənqid eləyir. Amma görürsən ki, bu səs başqa hissədən gəlir, vallah. Bu səs ruhun başqa güşəsindən gəlir. Başqa hissəsindən gəlir. O səsi ayırt eləmək lazımdır. Bəzən o nəfsin səsidir. Qəzəbli nəfsin səsidir. Dini şüarlar deyir. Dini ayələr deyir, hədislər deyir. Haqq davası aparır. Adam özü ilə mübarizə apardıqca mərhəmətli olmalıdır, bu qəddar olur. Adam mehriban olmalıdır, bu qəddar olur, təkəbbürlü olur. Və belə adamlar iyrəndirib cəmaatı. İyrəndirib. Yox, dinin sərt üzü var sərt üzü. Dinin sərt üzü var. Amma sərtliyi sevgidəndir, bunu yaddan çıxart. Sərtliyi də sevgidəndir. Sevgidən sərtlik yaranır. Birini o qədər sevirsən ki, onun düzəlməsi üçün hər yol əl atırsan, axırıncı olur ki, sərt danışasan. Sevgidən sən sərt danışırsan onunla. Sən sərtliyin nəfsindəndir. O ki, nəfsinin başına vururdun, ha? O imtina eləyirdi, indi intiqam alır səndən. Biri görsən, biri bir səhv iş görüb, üzr istəyirəm, getdi, arxa dönənin söyür bu. Lənət deyir, ələ salır, məsxər eləyir. Sən, valla onun elədiyi pis işlənkindən 1000 dəfə yaxşıdır. Sən əmr be məruf adı ilə elədiyin var ha burada. Valla onun elədiyi o pisliyi sən nə inirsən bir özüvə gəl gör. Nəyin davasını aparsan? And olsun, Allaha belə haqq davası aparmazlar. Belə haqq davası aparmazlar. Görsənməyib, belə bir sirə qoyub getməyiblər bizə. Bu şəkildə. Bax, xəvariz belə idilər. Əli əleyhissalama qılınc çəkən xəvariz belə idilər. Gecə namazları yerində, gündüz orucları yerində, amma nəfslə mübarizədən qəzəb dolmuşdu içlərinə, aqressiya dolmuşdu içlərinə, paxıllıq dolmuşdu ki, niyə başqaları eləyir, biz eləmirik filan işi və birdən harda partlasa yaxşıdır, qılıncı çəkdilər Əli əleyhissalamla müharibəyə. Alınları səcdədən qabar olmuş möminlər, dırnaq arası möminlər. Quran səsləri, ibadət halları, zikirləri, hamısı o mübarizənin düzgün aparılmamasına idi. Zübeyrin başını gətirdilər, qoydular imam, atdılar Həzrət Əlinin yanına, ya özünü gətirdilər, cənazəsinin yanından keçirdi. Qəribə onlara qarşı bir qəribə hissi vardı Həzrət Əlinin. Dedi ki, o hadisədə bunun Zübeyrin belə deyədə, o hadisəsi olmasaydı bu günə qalmazdı. Dedilər, nə hadisə? Dedi ki, Peyğəmbər bir gün mənə də, Zübeyrə də bir iş tapşırdı. Danışmışam keçmişdə, da təfərrüatla danışmıram. Zübeyr getdi, eləyənmədi, mən elədim. Onun o vaxtdan ürəyində həsəd yarandı, balaca toxum düşdü ürəyinə, saxladı. Həzrət Əlinin yanındaydı bütün müddəti. Hətta Həzrət Əlinin evinə hücum olanda o qılınc çəkmişdi. Amma içində saxladı, bugün partladı. Partladı, qılınc çəkdi və bu yolda öldürüldü. Bu düğün nədir insanın içində? Bir şeyi istəyirsən, vermirsən. Amma kökünü də saxlayırsan içində. Pis istəyə yox deyirsən, amma əzizləyirsən içində. İtirmək istəmirsən o pis istəyi. İtirmək istəmirsən, qalır və vay bir gün o partlayanda. Səhv mübarizə budur. Nəfslə mübarizədə sən əsəbisənsə, sən yorğunsansa, ləzzət almırsansa həyatdan, o mübarizə səhvdir. Adam deyir ki, nə vaxta qədər özümə yox deyim, axırda bir əsəbləşir. Axırıncı sözümüz, necə özümüzlə mübarizə aparaq ki, yorulmayaq, acıqlanmayaq, qəzəblənməyək və əksinə ləzzət alaq. Cavab verməmişdən qabaq bir dənə söz deyim, sonra cavab verim. Başqalarını dinə dəvət eləyəndə, nəfslə mübarizəyə çağıranda aram-aram çağıraq əvvəla bunu deyim. Övladlarımızı da.
Dindar valideynlərin əsas səhvi budur ki, övladlarını çox yükləyirlər. Nəsihətlə, danışmaqla, danlamaqla. Zor demirlər. Böyük adamlara baxın. Bir Arif var idi, namaz gəlirdi zöhr namazını qılmağa ailəsinin içində. Zöhr namazından qabaq sönüb deyərdi ki, kim sübh namazını qılmayıbsa, qəzasını qılsın, sonra zöhrü qılsın. Demirdi, ay bədbəxtlər, siz yatıb qalmışsınız, Allaha imanınız hardadır. Özü arif adamdır. Amma ətrafdakılardan çox tələbkar deyildi. Aram-aram, incə-incə. Danlama, nəsihətlə öldürmə, görməməzliyə vur, səbr elə, bu din belə xoşlayır. Cəmaatla da belə ol. Aram rəftar elə. Peyğəmbər səhabəsini təbliğə göndərir. Peyğəmbər səhabəsini təbliğə göndərir. 2-3 kəlmə nəsihət eləyir. Deyir ki, bəşşir və lə tünəffir. Cəmaata müjdə ver, nifrət yaratma. Yəssir və lə tuəssir. Asanlaşdır, çətinləşdirmə. Metodda da Peyğəmbərin metodu. Aram-aram. Adamları danlayasan, biz belə bədbəxtiyik, biz filan, bu ilə iş düzəlmir. Bu alınan məsələ deyil. Və özümüz necə eləyək, axırıncı sözümüz budur. Özümüz necə eləyək ki, nəfslə mübarizə bizi yormasın. Bunun üçün uyğun motivasiya tapmaq lazımdır. Niyə özvə yox deyirsən? Keçən dəfə dediyimi təkrar edirəm. Əgər Allahın ağuşundasansa, özünlə mübarizə aparırsansa, gözün Allahda ola-ola özvə yox deyirsənsə, o zaman görəcəksən ki, başqa bir rəng alır sənin mübarizən. Necə ki, günah eləyəndə insanın vicdan əzabı olur, amma bu vicdan əzabı Allahın huzurunda olsa, Allah tez başlayır əzizləməyə səni. Amma bu vicdan əzabı Allahsız olsa, psixoloqlar deyir ki, pis işi yadından çıxar, çünki səni xarab eləyəcək. Pis işləri unut, çünki sən onu yada saldıqca əzab verəcəksiniz və səndə bir negativ bir əhval-ruhi olacaq, sən bədbin olacaqsan. Allah huzurunda insan təkliyi hiss eləyəndə zənginləşir. Allahı kənara qoyub təkliyi hiss eləyəndə insan küskün olur. Bütün gün hamıdan gileylənir. Bu səhv yaşayışdır. Allah üçün yaxşı olmasan təkəbbür olacaqsan. Deyəcəksən ki, mənim qədrimi bilmədilər. Mən nə qədər yaxşılıq elədim, əlimin duzu yoxdur, nə filan şey yoxdur, cəmaatdan küsəcəksən, incəcəksən. Allah üçün yaxşılıq elədikcə daha da borclu olacaqsan, həm insanlara, həm Allaha. Sözün sadəsi budur ki, bir yerdə özünlə mübarizə aparanda gözü qaldır, deyən ki, sənə görə elədim, minnət yox ha. Yəni, mən səni istəyirəm, ona görə bunu eləmədim. Bunu bir dənə deyin özünüzə. Mən səni istəyirəm, ona görə. Allah da deyir ki, onun əvəzində mən ondan qat-qat artıq ləzzət verərəm sənə. Bilirsiniz, bir dənə mexanizmi deyim də sizə. Sən özünlə mübarizə aparırsan, hansısa ləzzətə yox deyirsən, düzdür? Deyirsən ki, bunu eləmirəm. Nəfs istəyir, o ləzzəti sən vermirsən. İndi bu ki, ləzzəti vermədin, yeri boş qaldı axı. Yeri boş qalanda qəzəbə çevrilir. Amma Allahı qatanda məsələyə, Allah üçün eləyəndə, Allah deyir, sən buna ki, yox dedin, mən onun yerini daha artığı ilə doldurdum, səndə əsəb qalmadı. Budur, bu yol budur. Mən onun artığını sənə verəcəm. O adamlar daha da şad olur mübarizə apardıq sözü ilə. Daha da, belə deyək də, üzləri gülür, təbəssümlə mübarizə aparırlar. Mübarizənin ləzzəti budur. İstəyirsən, oturasan, məsələn, deyəsən bir dənə kreslo gətirin, yayalım, deyəm, xay, nə qəşəng dincəlirəm. Nə deyir həyat? Deyir ki, istəyirsən ki, kresloda yayalıb, o xay deyəsən, neynəmək lazımdır? Dur, məsələn, gəz, dağa çıx, mən filan yerə get, düzdə gəz, orada filan. Deyir, axı, mən istəyirəm dincəlmi? Deyir, hə də dincəlmək istəmirsən. Məsələn, çayxanada oturacaqsan, yaxşıdır, cavanlar çayxanada otursun, hərdən biz də gedib otururuq, yayda lap çox otururuq, yaxşıdır da bu, adam otursun, dostlarla danışsın, bir həddədə amma, bir müəyyən. Məsələn, bir parkda bir yerdə oturacaqsan, 2-3 dövrə vur, yorul, gəl otur. Ondan sonra görürsən ki, oturmaq ləzzət eləyir. Amma səhərdən axşamazan oturmaq beli ağrıdır. Oturmaqdan ləzzət alamırsan. Həyat da belədir, bax. Həyatın ləzzətinə çatmaq istəyirsənsə, çətinliyini dadmalısan.
Çətinliyində ləzzəti var. Çətinlikdən sonra, hətta sən biraz gəzəndən sonra o daşın da üstündə oturanda elə bilirsən ki, kresloda oturmuşsan. O qədər sənə ləzzət eləyir. Dünyanı cənnətə çevirən belə bir bu şəkildə olan mübarizədir. Mən də bundan artıq danışmayayım, vaxt çox almayayım. Bir dənə mən həmişə bunu deyirəm ki, qəribə bir şeydir. Bir cavan oğlan da idmançı olmaq istəyir. Deyir ki, təbiidir də idmançı, daş qaldırar, əziyyət çəkər. Orada deyim, bu nədir, mən əziyyət çəkirəm. Qəribədir ki, insanlar dinə növbə çatanda etiraz edir. Bir uşaq universitetə hazırlaşır, oxuyur, deyir də oxumalıyam da, təbiidir. Bir insan işləyir, ardası səhər yuxudan durur, deyir, təbiidə yuxudan durub işə getməliyəm. Heç kəs gileylənmir. Gəlib növbə dinə çatanda, burada deyirlər ki, 5 dənə işə yox denən, orada deyir ki, nə oldu ya bunu, başa düşmürəm, bu nə xəstəlikdir insanlar. Bir idman zalına gedən cavan oğlan hansı məntiqlə əziyyət çəkir, tərləyir, amma bilir ki, bunun yolu budur, ləzzət alır. Dəyər də, sonra geçsin, özünü göstərsin də, qolları belədir, ora bir şey yazsın, eləsin, belə-belə gəlsin şəhərdə. Bunun üçün eləyir, bunu əsasən çoxsu. Əksəriyyəti sağlamlıq üçün eləmir ki, o bir dənə orada gedəndə baxsınlar, bir-birinin ötüsünə bu belədir, buna görə. Ona görə onu eləyir. İdman yaxşı şeydir, sağlamlıq üçün eləsə çox yaxşıdır, əladır. Amma gəlib dinə çatanda, görürsən mübarizədən danışanda insanlar narahat olur. Bu mübarizə şirin mübarizədir, qaydasında aparırlarsa, o zaman insan nəfsinə yox deməklə itirməyəcək, artığını qazanacaq. Bu qədər.